Axşamınız xeyirli olsun. Radyo Vəkili proqramını dinləyirsiniz. Studiyada sizinlə mən Xəyal Orucoğludur və bildiyiniz kimi Radyo Vəkili proqramı həftə içi 5 gün yayımlanır və bu müddət ərzində, yəni axşam saat 6-dan 7-yə qədər bizdə studiyamızda vəkillərimiz qonaqlar olurlar. Vəkillər kollegiyasının üzvü olan vəkillərimiz sizi və eləcə də bizi maraqlandıran sualları cavablandırırlar. Ötən gün sosial məsələlər, pensiya məsələləri ilə bağlı bir mövzunu müzakirə etdik. Çox maraqla dinlənildi, izlənildi və suallar gəldi. Eyni zamanda bizi hal-hazırda qeyd edim ki, sosial media hesabı ilə yanaşı, onu da əlavə edim ki, təbii ki, radio dalğada, yəni 90.7 tezliyində dinləmək mümkündür Yurd FM-də. Və eləcə də bizi və bunun üçün yeri gəlmişkən qeyd edim ki, əgər sizin də suallarınız varsa, yaxın bir saat ərzində suallarınızı bizə ünvanlaya bilərsiniz. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bugün mülki məsələlər, eyni zamanda ailə münasibətləri və s. bu qəbildən olan suallarınızı göndərə bilərsiniz. Hansılar ki, dünən də bu barədə suallar gəlmişdi. Amma bugün həm də danışacağımız konkret mövzumuz var. Mövzumuza keçməmişdən qabaq məlumat olaraq bildirim ki, qonağımızı sizə təqdim edeyim. Daha sonra mövzumuza keçdəlaq. Ruhəngiz Quliyeva xoş gəlib, səfa gətirib. Bugünkü vəkil qonağımızdır. Çox sağ olun, təşəkkür edirəm. Rəngiz xanım, bir saat ərzində dinləyicilərimizdən gələn suallar olacaq və əminəm ki, bu suallara ətraflı şəkildə cavab alacağıq sizdən və maraqlı bir mövzunu sizlə müzakirə edəcəyik. Və verilişdən əvvəl də danışdıq, məsləhətləşdik ki, nədən danışa bilərik? Ümumiyyətlə, mən adətən mövzuları müəyyənləşdirəndə həm də dinləyicilərdən gələn suallardan yola çıxaraq bəzən bu kimi mövzuları seçib və üstünlük veririk. Bir çox hallarda görürsünüz ki, dinləyicilərimizdən suallar gəlir. Xüsusilə də belə desək, borc verir kiməsə, amma geri ala bilmir. Və yaxud da ki, kimsə dostu, tanışı pul istəyir, etibar edir ki, qaytaracaq, geri qayıtmır. Yəni bir növ belə desək, bunun hüquqi məsuliyyəti yaranmış olur. Sonra adam nə qədər istəyir, geri qaytarmır, pul da qalır həmin şəxsdə, amma bir çıxış yolu da olmur. Qanunvericilikdə təbii ki, bunun öz adı da var. Etibardan sui-istifadə etməklə indi buna müxtəlif ad demək olar. İşin hallarına görə, nə bilim, dələduzluq ola bilər və s. və ilaxır. Ümumiyyətlə bilmək istəyirəm ki, bax, bu borc verdik, ala bilmədik, qanunvericiliklə bax, bu məsələni necə müəyyənləşdirmək olar? Yəni, bunu cinayət məcəlləsində nəyə, nə formada tövsif olunur və belə hallarda biz nə edə bilərik? Nə məsləhət bilərsiniz, məsələn, bir vəkil olaraq bizə ki, məsələn, borc verərkən nəyi və necə etməliyik? Buyurun, zəhmət olmasın. Yəni, ilk əvvəl onu qeyd etmək istəyirəm ki, borc münasibətləri ən çox, belə deyək, dostlar arasında, yaxın tanışlar arasında baş verən hadisədir. Yəni, burada dələduzluq cinayəti düzdür. 2 hissədən ibarətdir. Birində etibardan sui-istifadə olunur, ikinci hissədə isə aldatma, yəni aldanılır şəxs. Bəli. Burada təkcə maddi zərərdən söhbət getmir, şəxslərin, vətəndaşların inamı, etibarına da belə deyək, zərbə vurulur. Təbii. Borc münasibətlərində yalnız məsləhət görərik vətəndaşlara ki, yalnız və yalnız rəsmi sənəd qaydasında, yəni belə deyək, müqavilə bağlamaq şərti ilə borc verilsin. Eyni zamanda borcda, yəni istər borc münasibətləri olsun, istərsə də dələduzluq cinayəti. Bu halların hər ikisində sübutların olması çox vacibdir. Təbii. Yəni sübutlar nədən istifadə edirik? Yazışmalardır, telefon danışıqlarıdır, şahid ifadələridir, belə deyək, qəbzlərdir. Yaxşı olar ki, şəxslər borcu verərkən rəsmiləşdirsinlər, müqavilə bağlasınlar. Daha doğrusu bank kart vasitəsilə köçürmə etsinlər. Şahid ifadələr, bunlar saxlanılsın. Yəni, bank kartı köçürməsilə etməklə, yəni bu deyək ki, misal üçün məhkəmədə predmet ola bilər mi? Misal üçün deyək ki, göstərir ki, qardaş, mən öz kartımdan filan kəsin kartına bu qədər pul atmışam, indi o pulu qaytarmır mənə. Bəli. Bəs yaxşı, məsələn, mən tutaq ki, kiməsə borc vermişəm. Əksər hallarda deyək ki, misal üçün şəxs borc verdiyi adamdan polisə şikayət edir. Polis də deyir ki, qardaş, bu mülki məsələdir, get məsələni deyək ki, məhkəmə müstəvisində həll elə. Düzdürməsində prinsipcə bizim müraciət etməli olduğumuz yer haradır birinci? Borc verdiyimiz şəxsdən pulumuzu ala bilmiriksə, birbaşa məhkəməyə mi müraciət edirik, yoxsa polis, ondan sonra məhkəmə necə olur prosedur? Deməli, burada əsas məsələ nədən ibarətdir? Yəni, dələduzluq cinayətində mütləq şəkildə niyyətin olub-olmaması əvvəlcədən araşdırılmalıdır. Yəni, burada niyyət əvvəlcədən pulun qaytarılmamasıdırsa, mütləq şəkildə bu cinayət tərkibi yaradır. Yox, əgər həqiqətən də borcu qaytarmaq niyyəti ilə alır, lakin qaytaran zaman maddi çətinliyə rastlaşır. Artıq bu mülki hüquq xarakterli münasibətdə. Bu zaman isə birbaşa olaraq həmən o telefon danışıqlara, bank köçürmələrinə istifadə etməklə məhkəməyə müraciət oluna bilər. Çünki mülki məsələlər, belə deyək, mübahisələr
yalnız məhkəmədə araşdırılır. Cinayətlə bağlı isə hüquq mühafizə orqanlarına dərhal vaxt itirmədən müraciət olunmalıdır. Müraciət olunmalıdır hər bir halda deyirsiniz və məhkəmə müstəvisində də məsələnin həlli var. Bəli. Bu arada sizin də suallarınız varsa yaza bilərsiniz və öz suallarınızı bizə ünvanlaya bilərsiniz. 099 6 907 907. Bu bizim WhatsApp nömrəmizdir. Bugün borc və borclu münasibətləri ilə bağlı məsələləri danışırıq. Sizin də suallarınız varsa yaza bilərsiniz. Pensiya məsələləri ötən gün idi və ötən gün gələn suallar ötən gündə qaldı. O mövzunu yenidən növbəti irəliləyən günlərdə müzakirə edəcəyik. Ona görə də bugün sırf bu məsələ ilə bağlı olan suallar, yəni əmək münasibətləri ola bilər, ailə münasibəti ola bilər, mülki məsələlər ola bilər, borc və s. cinayət işi və s. bu qəbildən olan suallarınızı göndərə bilərsiniz. Və mən də bu sualları ünvanlayacağım vəkilimizə. Bildiyiniz kimi vəkillərimiz də öz sahələri üzrə ixtisaslaşırlar. Necə ki, həkimlər ixtisaslaşırlar. Biri kardioloq olur, biri pediatr, biri stomatoloq. Yəni hamısına eyni sualı vermək olmur təbii ki. Bir dinləyicimiz elə bizim mövzumuza uyğun bir sual ünvanlayıb bizə. Deyir, 45 min manat borc pul vermişik. Borc alan deyir, notariusda təsdiq etməyə razıdır. Notariat isə pulun banka qoyulmasını tələb eləyir. Bəli. Və həmin pul əldə deyil. Borçları tərəfindən xərclənib. Deyir ki, borçlanan tərəfindən xərclənib. Harda təsdiqləyə bilərik həmin borcu? Yəni necə edə bilərik, sübut edə bilərik bunu? Həmin borc borçlanan tərəfindən artıq xərclənib, yəni ortalıqda pul yoxdur. Yəni burada mütləq deyil ki, belə deyək də, borc alanın o pulu necə xərcləməsi və yaxud da ki, xərcləməməsi bu vacib deyil. Əsas onun niyyətinin qaytarıb-qaytarmamaq olmasıdır. Burada vacib məsələ budur. Bir də ki, əgər belə deyim, hal-hazırda notarius bəli, o halda qəbul edir ki, həmən pul depozitə oturmalıdır, sonra bu müqavilə bağlanmalıdır. Əgər belə bir hal yoxdursa, təbii ki, notarius bu müqavilənin imzalanmasına imtina eləyəcəkdir. Eyni zamanda da burada ən vacib məsələ ondan ibarətdir ki, qaytarıb-qaytarmamaq niyyətinin olması. Burada həmən şəxsin pulu hara, necə xərcləməsi artıq ehtiyac yoxdur onu sübut kimi təqdim etmək. Mən belə başa düşdüm ki, şəxs pulu verib, pulu verəndən sonra indi təzədən notariusa getmək istəyir. Pul da xərclənib, artıq ortalıqda belə anlaşılır. Adətən vətəndaşlar arasında belə bir razılıq yaranır ki, bəli, bu həmən pulu gedək borc müqaviləsi kimi bağlayaq və mən sizə bu pulu falan müddətə qədər ödəyə bilərəm. Belə hallarda müqavilələr baş verir. Lakin burada həqiqətən də həmən pulun notariusun depozitinə oturması şərt olaraq göstərilir. Ona görə də bu bizə həm də onu artıq bir növ nümunə kimi göstərdi ki, daha doğrusu örnək olaraq biz buradan belə bir nəticəyə gəlməliyik ki, kiməsə borc verəndə artıq notariusa getməliyik. Verib xərcləyəndən sonra yox. Verib xərcləyəndən sonra da gedib vətəndaşlar adətən belə deyək. Axı pul yoxdur ortalıqda, yəni o depozitə oturacaq faktiki pul yoxdur deyə problem yaranır. Bəli, elə bir problem yaranır, lakin belə bir məsələ də ola bilər ki, daha belə deyək də, daha doğrusu düzgün vurğuluyorsunuz ki, əgər pul olsa elə qaytarılır, həmən qaytarılardı. Bəli. Yəni adətən belə bir şey göstərirlər, lakin də o da mümkün deyildir. Yəni. Əslində mövzumuzla bağlı çox maraqlı suallar da gəlib və cinayət işi ilə də bağlı suallar gəlib. Deyir ki, torpaq sahəsi almaq məqsədi ilə məndən 11 min pul aldı ki, torpaq sənədini düzəldim. Pulu necə ala bilərəm geriyə? Etibarnamə vermişdi mənə əvəzində. Dinləyicimiz soruşur. Deməli, pul almaq, torpaq almaq üçün pul alıb, etibarnamə verib bunun əvəzində ki, şəxs pulu necə ala bilərəm? Bax, bu vəziyyətdə. Ümumiyyətlə, bunun bir alınma üsulu varmı? Yəni, məhkəmə müstəvisindəmi və yoxsa necə olacaq belə iş? Bir ildir deyir, düzəlmir torpaq da. Ortada nə torpaq var, nə də borc qaytarılması. Yəni belə deyil. Artıq mən düşünürəm ki, bir vəkil olaraq bu münasibət mülki hüquq xarakterli münasibətdir. Çünki necə? Burada artıq etibarnamə də könüllü olaraq şəxs tərəfindən verilibdir. Təbii. Bəli, burada dələduzluqla bağlı məsələ ondan ibarətdir ki, vacib olan amil odur ki, artıq bu adam əvvəlcədən niyyəti olmur. Yəni konkret olaraq niyyət olur ki, onu aldatsın. Amma burada əgər etibarnamə də verirsə, şəxs özü könüllü olaraq etibarnamə verirsə və bu belə deyək, sonradan alınmırsa, bu mülki hüquq xarakterli mübahisədir. Bununla bağlı mən məsləhət görərdim ki, məhkəməyə müraciət olunsun. Bəli. Və belə deyək, həmən pulların geri alınmasına bağlı məhkəməyə müraciət eləsin. Aynen də. Deyir ki, bağışlanmada pul vermişəm, karta atılıb. Pul sübut var, yəni karta atılıb. Məhkəmədə bu deyir, alqı-satqı sayılır. Bağışlanmada pul vermişəm, karta atılıb, pul sübut var. Məhkəmədə alqı-satqı sayılır.
Anladınız mı sualı? Pulun verilməsi alqı-satqı sayılmır. Sadəcə pulun ödənilməsi bir bank köçürməsindən edilibsə, bu sübut sayılır. Bu halda sayılır. Bu halda, bəli. Yoxsa kartı atmışam filan, bu artıq şey Xeyr, sayılacaq. bu pulun verilməsini təsdiq edə bilər. Alqı-satqını təsdiq eləmir. Aha. Sadəcə pulun verilməsini təsdiq Aydın. Yəni bunun üçün gərək qəbz plan, yəni bu Bəli. formada bir sənəd olsun. Maraqlı məsələlər var. Əslində görünür bu bağışlanma və daha doğrusu borcla bağlı məsələ kifayət qədər aktual imiş. Yəni bu qədərini təsəvvür etməzdim. Əslində dinləyicilərimizdən gələn bir suallardan bunu belə başa düşmək olur. Bir dinləyicimiz yazıb ki, 2019-cu ildə boşanmışam və həmin o birgə yaşadığımız müddətdə 58.750 manat vermişdi. Sonra dala istədim. Məni arxayın saldı. Sonra Rusiyada tutuldu və vermədim. Deport elədilər. O pulu geri ala bilərəmmi? 2019-cu ildə yəni bu prosedur olub. Bir şəxsə pul verib, 58 mindən çox pul verib. Sonra deyir, geri istədim. Deyib ki, arxayın elib ki, verəcəm, qaytaracam. Sonra da həmin şəxs nə bilim tutulub Rusiyada və s. Yəni ümumiyyətlə borcun bu müddət məsələsi varmı? Yəni biz öz borcumuzu nə qədər müddətdən sonra geri tələb edə bilərik şəxsə? Yəni burada borc müqavilədən gedir söhbət. Yəni əgər müqavilə varsa, burada müddət məsələsi yaranır. Bəli, əlbəttə. Lakin burada məsələ bununla bağlıdır ki, şəxs dediniz ki, kimə veribdi borcu? Tanıdıq bir şəxsə, yəqin ki, belə başa düşür. Boşanma indi bura nə dəxli var onu anlamadım. Mən xanımdan verib, bunu zəhmət olmasa bir qeyd edin görək, söhbət kimdən gedir? Bax o nüansda maraqlı məsələdir. Digər bir sual da var. Bunu da səsləndirib reklam fasiləsinə keçiş alacaq dinləyicilərimizdən, çünki gələn reklamlar da var. Daha doğrusu suallar bizə WhatsApp-dan da yazılıb və bizim reklam fasiləmizdə olmalıdır əlbəttə ki. Öz yoldaşım olub deyir. Ona görə deyir aramızda həm müqaviləmiz olmayıb, birgə yaşamaq haqda sübutum var. Şəxs öz yoldaşına deyirsən bu borcu verib. Bu zaman birgə nikah dövründə əldə olunan əmlak o cümlədən də belə deyək, borc. Bəli, bərabər bölünməlidir. Əgər bu dövrdə həmin pulu ərinə borc olaraq veribsə, bu sübut olunmalıdır ki, borc kimi alıbdır. Yəni burada belə deyək, o ərinin həmin pulu tələb edə bilər. Lakin hamısını yox, yəni yarısını tələb edə bilər. 50%-ni. Bəli, tələb edə bilər. Çünki o da sübut təqdim olunarsa. Aha, bax bu da işin ən belə desək gəliz tərəfidir ki, bu cür məsələlərdə sübut olunma tərəfi də o iddiaçının üzərinə düşdüyünə görə indi şəxsin əlində bununla bağlı konkret dəlillər varsa, sübutlar varsa, ən azından o 58 minin yarısını ala bilər. Bəli, ala bilər. Bu həm dələduzluq cinayətində, həm də belə deyək, borc məsələlərində. Bu hər iki məsələdə sübut çox mühümdür. Çox mühüm, vacib amillərdən biridir. Təbii. Suallarınız varsa yaza bilərsiniz. Qısa bir reklam fasiləsinə keçid alacağıq, sonra qayıdıb gələcəyik. Amma bu əsnada bizə gələn sualları, hansılar ki dinləyicilərimiz bizə sosial media hesabından yazıblar, Vaxt Medianın TikTok səhifəsindən o sualları reklam arasında da Rühəngiz xanıma ünvanlayacağıq. Vəkil qonağımızdır bugün. Sizin də suallarınız varsa yaza bilərsiniz. Hələlik isə qısa bir reklam. Radyo Vekil Yurd FM'de devam edir. Qaldığımız yerdən davam edirik. Radyo Vəkili proqramını dinləyirsiniz. Aparıcınız mən Xəyal Orucoğlu və bugünkü vəkil qonağımız Rühəngiz Quliyevadır. Sizin və bizim suallarımızı cavablandırmaq üçün vəkil qonağımız gəlib və bizə hüquq sardan dəstək olur və müəyyən mənada sualları cavablanmağımızda, cavab almağımızda bizə köməklik göstərir. Ona və digər həmkarlarına ayrı-ayrılıqda təşəkkür edirəm. Hər birinə ki, bizim verilişə təşrif buyururlar, suallarımızı cavablandırırlar və gələn maraqlı da suallar var. Biz bugün başladıq borc verib almaq və bu səpkili olan suallar və görürəm ki, dinləyicilərimizin də kifayət qədər maraqlı suallar var. Deyir ki, bir nəfər mənim adıma kredit götürüb, indi ödəmir. Bank həmin krediti o adamın öz adına keçirə bilər, yoxsa yox? Belə deyək, baxın, bu dəqiqə hal-hazırda sosial şəbəkələr üzərində bu, belə deyək, dələduzluq cinayətləri daha çox yer alıbdır. Belə deyək də, kreditdir, satışdır, investisiyadır, bu məsələlər üzərindən daha çox çoxalıbdır. Bu zaman biz nəyi məsləhət görürük, Xəyal bəy? Bu zaman əsas məsələ odur ki, bank bu hərəkəti həyata keçirə bilməz. Yəni belə deyək, artıq onun adına götürülübsə, öhdəlik həmin şəxsin üzərinədir. Lakin belə eləyə bilər, həmin borcu ödədikdən sonra banka özü reqres qaydada həmin şəxsə qarşı tələb irəli sürüb pulu geri ala bilər.
Ancaq çıxış yolu budur. Bəli, çıxış yolu budur. Yəni bunu bir dənə bilmək və anlamaq lazımdır ki, mənim adıma kredit götürüb deyəndə bank sizi tanıyır. Bəli. Sənəddə kimin adı yazılıbsa, Bəli. kredit də onundur. Öhdəlik həmin şəxsə Bəli. məxsusdur. Bəzən olur, məsələn, mən götürməmişəm, dostum apar pulu xərcləyib. Biz də Bəli. fikirləşirik ki, hədə doğrudan dostum, amma sənəddə nədirsə, o da əsas götürülür. Deyir ki, ana öləndə ata yaşayırsa, onda da miras bölünür uşaqlar arasında, yoxsa necə? Yəni ananın adına deyək ki, bir ev var, vəfat elədi, ata amma sağdır. Belə olan halda soruşur ki, miras necə bölünəcək? Yenə bölünür, yoxsa yəni ata da vəfat edəndən sonra bölünəcək? Yəni belə deyək, vərəsəlik qaydasında məsələlər odur ki, ata əgər belə deyək, ana ölürsə, ata sağdırsa, bəli. Vərəsəlik artıq həm ananın payı, həm də atanın payı özü ataya keçir. Bu zaman vərəsəlik yəni iki qaydada həyata keçirilir. Biri vəsiyyətnamə ilə, bir də qanun üzrə vərəsəlik. Bəli. Burada həm də baxmaq lazımdır ki, ev birgə nigah dövründə mi alınıb? Düzdürmü? Mütləq şəkildə. Mütləq şəkildə. Birgə nigah dövründə alınanda da, yəni burada avtomatik olaraq əgər vərəsəlik açılırsa, 50% avtomatik atanın olur və yerdə qalan 50% isə övladlar arasında bərabər və həm şəkildə də atanın arasında bəli, bərabər şəkildə bölünəcək. Yəni əgər təbii ki, bu ananın adındadırsa ev. Digər suallar da var dinləyicilərimizdən gələn. Məhkəmənin qərarını icra etməyən ana və icraçıya həbs düşürmü? Qanunvericidə bu məqam varmı? Bəli, var. Qanunvericidə bu məqam var ki, deməli, məhkəmə qərarının icra olunmaması məsuliyyət yaradır və həmin şəxs belə deyək, məsuliyyət daşıyır. Bir dinləyicimiz də soruşur ki, əgər 3 şahidlə borclanan pulu aldığını təsdiqləsə, hansısa məhkəmədə rol oynaya bilərmi sübut olaraq bu? Bəli, əlbəttə sübut olar. Yəni 2 və ya daha çox şahidin iştirak etməsi kifayət edir. Hətta 2 şahid belə kifayət edə bilər. Aydındır. Bir dinləyicimiz də soruşur ki, bir nəfərə zamin durmuşam 3 illik. Adam vaxtından əvvəl krediti ödəyib qutarıb. Yenidən kredit götürüb 4 illik mənim xəbərim olmadan. Təsəvvür edin, adam yəni ki, belə başa düşür ki, yenidən o da zaminlik qaydasında yenə qalıb onda zamin kimi. Bank işçisinə deyirəm, mənə niyə xəbər etməmisiniz? Deyir ki, kredit xəttinə imza atmısan. Mən də dedim ki, hər halda mənə xəbər etməlisiniz. Xahiş edirəm, mənə köməklik göstərin. Bu halda nə edə bilər dinləyicimiz? Burada əsas məsələ budur ki, şəxsin özünün imza atması qeyd etdiniz ki, şəxs özü imza, bank ona cavab verir ki, siz artıq orada imza atmışsınız. Birinci kreditə imza atıb. Şəxs yenidən gedib krediti yeniləyib. Bəli, əgər ikinci kreditdə imza atılmayıbsa, artıq bu mübahisələndirilə bilər. Çünki şəxs həmən belə deyək, birinci şəxs üçün zamin durmaq üçün razılıq vermişdi. Bəli. İkinci halda bəlkə orada məbləğdən gedir söhbət. Hansı məbləğdən gedir? Tutaq ki, birinci az məbləğə zamin dura bilərsə, ikinci götürülən məbləğ ondan çox ola bilərsə, şəxs zamin durmayıbsa mübahisələndirə bilər. Burada bəzən müqavilənin də şərtlərinə baxmaq lazımdır. Bəzən o nüans da nəzərdə tutulur ki, misal üçün zamin durub şəxs krediti götürür, həmin zamini yeni aktiv saxlamaqla gedir növbəti krediti götürür. Bax o müqavilədə bəzən o şərtlər olur. Yəni bu bəli mütləq şəkildə. Çünki orada bank belə deyək, o şərtlər o qədər balaca belə formatda qeyd edir ki, bəzən vətəndaşlar onu oxumağa çətinlik çəkirlər. Amma bu halda diqqətli olmaları çox vacibdir. Bu şərtlərdən tanış olsunlar. Sonra da problemi ilə özümüz yaşayırıq. Deyir ki, dinləyicimiz soruşur ki, ana evi qardaşa bağışlayıb, çıxarış qardaşımın adınadır və ölüb. Mənə pay düşür, ailəsi, övladı var. Belə başa düşdüm ki, soruşan ya bacıdır, ya da ailənin digər üzvüdür. Ana evi qardaşa bağışlayıb, çıxarış da qardaşımın adınadır və vəfat edib. Mənə pay düşürmü, özünün ailəsi və övladı var. Artıq bağışlanılıbsa burada düşmür. Pay düşməyəcək. Xeyr. Çünki belə başa düşdük ki, hətta xanım qardaş həyatda olduğu vaxt artıq onun xeyrinə imtina edib öz payından. Bəli, yəni belə deyək də, artıq bağışlama müqaviləsi üçün də nəzərdə tutulan müddət ötübdür. Eyni zamanda da həmin şəxsin özünün vərəsələri var. Aydındır. Bir dinləyicimiz də yazıb ki bizə, deməli, deyir Binəqədi Park Tikinti şirkəti deməli 2 ildir yarımçıq saxlayıb tikintini, belə başa düşdüm ki, 200 mənzilli kompleksdir. Sakinlər də müqavilə və maliyyə arayışı var sakinlərdə. Biz hara və necə şikayət etməliyik ki, bax bu problemimiz, yəni tikinti dayanıb, adamlar pulunu ödəyiblər, əllərində də qapı boyda sənəd var, digər ki, əldə edə bilmirlər nəticə. Yəni mülki məcəllədə öhdəlik institutu çox belə deyək, çox önəmli institutlardan biridir. Burada öhdəliyin 2 cür icra olunmaması var. Biri var ümumiyyətlə icra olunmaması, biri də var lazımınca icra olunmaması, yəni vaxtında icra olunmaması. Bəli. Artıq burada bu həmən şirkət əgər öhdəlik götürürsə ki, filan müddətdə mən həmən bu tikintini təhvil verməliyəm və həmən müddətdə təhvil verilmirsə, artıq onlar müvafiq qurumlara müraciət edə bilərlər. Bəli, bunu mübahisələndirə bilərlər.
mübahisələndirməsi mümkündür. Bəli. Və şəxslər hətta bununla bağlı müəyyən kompensasiya da tələb edə bilər. Bəli, edə bilərlər. Mənəvi zərər və ya maddi zərər və s. Bir dinləyicimiz də yazıb ki, nəvəmin alimenti 8550 manata qədər yığılıb. Bəli. Digər ki, ala bilmirik. Hara və niyə, necə müraciət edək daha doğrusu? Burada önəmli olan odur ki, həmən şəxslə bağlı, belə deyək, hansı rayonda olmasından bağlı icra şöbəsi var. İcra şöbəsində həmən icra məmuruna müraciət olunur. Eyni zamanda həmən icra məmurunun etdiyi bu hərəkətsizlikdən müvafiq dövlət orqanlarına müraciət etmək, Ədliyyə Baş İdarəsinə, İcra Baş İdarəsinə müraciət etmək, həmin icra məmurunun hərəkətsizliyi barədə, eyni zamanda olan hadisələr barədə məlumat vermək lazımdır. Aydındır. Digər suallar var. Bugün pensiya, sosial müavinətlə bağlı olan sualları cavablandırmırıq. Mövzumuz borclanan və oradan gələn öhdəliklərdir. Ruhəngiz Quliyeva bugün bizim qonağımızdır. Eyni zamanda mülki məsələlərlə bağlı, ailə münasibətlərlə bağlı məsələləri də danışırıq, ünvanlaya bilərsiniz və təbii ki, cinayətlə bağlı, dələduzluqla bağlı olan sualları da yaza bilərsiniz. Dinləyicilərimizdən və izləyicilərimizdən gələn suallar var və hamısını ardıcıllıqla çalışırıq ki, səsləndirək. Deməli, bir dinləyicimiz də soruşur ki, mən deyir bir tanış adama 800 manat pul verdim. Məni işə düzəltsin deyə güya. Və bir ildir ki, deyir, nə pulu verir, nə də işə düzəldir. Deyir ki, get hara istəyirsən şikayət elə. Təəssüf ki, belə hallar da olur. Buyurun. Nə edə bilərim də, hara şikayət eləsin? Yəni, burada belə deyək, işə düzəltmə adı ilə müraciət edib pul və ödəniş etmişdirsə, bu zaman hüquq mühafizə orqanlarına müraciət edə bilər. Yəni, bu mülki hüququ... Artıq dələduzluq var. Bəli, yəni burada artıq işə düzəltmə adı ilə onun etibarından istifadə edib onun pulunu alır. 099 6 907 907 bu bizim WhatsApp nömrəmizdir. Suallarınızı yaza bilərsiniz. Bir dinləyicimiz də yazıb ki, zəhmət olmasa aliment haqqında danışsın dəyərli vəkilimiz. Alimentlə bağlı indeksasiya məsələsi bilirsiniz ki, 260 manatdır. Və bunun bir məsuliyyət məsələsi də var. Əgər kimsə deyək ki, misal üçün ödəmirsə və yaxud da ki, yayınırsa, buna kimi hüquqi problem yarada bilər? Biraz buna əgər mümkünsə. Mülki hüquqi məsuliyyətlə yanaşı, eyni zamanda cinayət məsuliyyəti də yaranır. Hətta. Artıq belə deyib, alimentlərin ödənilməsinə bağlı möhkəm belə deyək, islahatlar keçirilmişdir. Bu islahatlar nəticəsində də, yəni bütün alimentlə bağlı olan borcların ödənilməsi çərçivəsində gerçəkdən də belə deyək, yaxşı mənada islahatlar həyata keçirilmişdir və yəni aliment hər bir halda ödənilməli olan öhdəlikdir. Yəni bundan belə desək, qaçış yoxdur. Xeyr, yoxdur. Ailə məcəlləsi eyni zamanda konstitusiyada birbaşa nəzərdə tutulur ki, yəni övladını saxlamaq hər iki valideynin vəzifəsidir. Saxlamalıdırlar. Dinləyicilərimizdən gələn suallar var, hətta zəng edənlər də var. Zəng və səsli mesajları qəbul etmirik. Yazılı formada suallarınızı göndərin. Çünki bacardığımız qədər çox sual və çox cavab almağa çalışırıq. Yoxsa əks halda bir sual, bir verilişi tam necə delə rahat edəcək. 30 ilindir gəliniyəm. Qaynatamın evində yaşayıram. Məni qaynım çıxartmaq istəyir. Çıxarda bilərmi? Belə deyək, birinci sualı o mənada qoymalıyıq ki, bu gəlin gəlməmişdən əvvəl həmən mülk kimə aid idi? Kimə aiddir? Belə indin özündə də mülkün sahibi kimdir? Bəli, əlbəttə. Aha. Deyək ki, misal üçün qaynatadır. Qaynatanın olan mülkdə, fərz edək ki, qaynatadır. Qaynın gəlini çıxartmaq ixtiyarı varmı? Xeyr. Çünki mülkiyyətçi deyil. Bəli, əgər mülkiyyətçi qaynatadırsa, bu qərarı yalnız qaynata verə bilər. Aydındır. Bir dinləyicimiz də soruşur ki, atam rəhmətə gedib, adında kredit var. Heç yerdə işləmədiyi halda adında mülk filanda yoxdur. Onun axırı necə olacaq? Belə başa düşdüm ki, bax bunu soruşur. Buyurun. Yəni belə deyək, əgər adında, əgər vərəsəlik kim qəbul edirsə, bu zaman ən önəmli fikir verilməli məsələ odur ki, aktivlər varsa passivlər də ödəməlidir. Əgər aktivlər yoxdursa, yəni passivlər də nəzərə alınır. Onunla keçəcək, düzdür o passivlərdə. Amma deyək ki, misal üçün adamın nə adında heç nə yoxdur, qalan da heç nə yoxdur, nə mülk, nə daşınar əmlak, nə daşınmaz əmlak. Belə olan halda övladlarının bir öhdəliyi varmı? Heç bir öhdəliyi yoxdur, yox? Yoxdur, öhdəlikləri, övladları onunla bağlı öhdəlik daşır. Müqavilənin şərtlərinə yenə də fikir vermək lazımdır. Çünki elə bir müqavilə şərtləri olur ki, gerçəkdən də orada göstərilir ki, kimə yönəlməsi, məsələn, zamin də burada mühüm rol oynayır. Aydındır. Zamin məsələsi də var deyirsiniz. Deyir ki, rayonun özündə yaşayıram, rayonda yaşayır bir dinləyicimiz yazıb. Qonşum deyir, cücə ferması açıb, yiyib bizi narahat edir, nə edə bilərik? Bu da mülki münasibətdir. Yəni burada qonşu təsirinə dözmək məsələsi var. Əgər elə bir şey varsa, onlar müraciət edə bilərlər.
Aydındır. Bir o dinləyicimiz hansı ki az əvvəl soruşurdu ki qaynatamın evidir, 30 ildir orada gəlin yaşıram, qaynım məni çatmaq istəyir. Ardınca yazdı ki, qaynatam rəhmətə gedib, ev qaynıma keçib. Belə başa düşdük ki, ev qaynınıza necə keçib? Bunu onu deyin zəhmət olmasa, çünki sizin həyat yoldaşınızın da orada payı var. Bəli, var. Və Yəni, həmin qardaşı, əgər qardaşın adına keçibsə belə, yəni orada belə deyək, bina evidir, həyat evidir, bunu da bilməyimiz çox şərtdir. Çünki burada əmlakın bölünməsindən də gedə bilər söhbət. Naturada bölünməsi məsələsi. Bir digər tərəfdən də şəxsin çünki ya həyat yoldaşı vəfat etməmişdən qabaq ola bilsin ki, bilmirəm indi payından imtina eləyib qardaşının xeyrinə yoxsa yox. Bu nüanslar da lazımdır. Çünki bunları bilmədən biraz tam cavab vermək çətindir. Yəni bu suala bəli cavab vermək, yəni sənədlərə baxmadan bəzən də belə bir suallara cavab verməkdə çətinlik çəkirik. Deyir ki, 2012-ci ildə toy olub, bir uşağım var, boşanmışıq. İndi həmin qaynata evindən pay düşə bilərmi mənə? Belə deyək, həmin mənzil nikahdan əvvəl əldə olunubsa, xeyr, ona pay düşə bilməz. Həm də ki, qaynatanın evidir burada. Yəni, qaynatanın adına olan evdən gəlinə heç bir halda pay düşmür, düzdürmü? Əgər evində adın söhbət ər və arvaddan gedir. Ərinin olsaydı və nikah dövründə əldə olmuş olsaydı, təbii ki, düşə bilərdi. Bizim deyir, məhkəmə olub, bizim xeyrimizə oldu. Məhkəmədə icraçı xanımı çağırıb 200 verir ki, keçən ayın 30-una, hər ayın 30-una söz verib. Belə anladım ki, yəqin ki, bu bilməm nəyi nəzərdə tutur dinləyicimiz. İndi ödəmədi. İcraçıya zəng edirik, açmır. Yəqin ki, bu aliment məsələsidir. Mən belə ehtimal edirəm ki, şəxs 200 manat verəcəyini öhdəlik götürüb ki, hər ayın 30-undan 30-una 200 manat ödəyəcəm. Mən indi sual formasına salmağa çalışıram. Bəzən dinləyicilərimiz özü məsələdən xəbərdardırlar. Deyilə bilirlər ki, biz də həmin məsələnin xəbərdarıq. 200 manat öhdəlik götürüb, amma şəxs indi götürdüyü öhdəliyi yerinə yetirmir. Və icraçı ilə də indi istəyirlər ki, əlaqə saxlayalar, o da telefonu açmır. Belə olan halda nə edə bilərlər? Yəni aliment ödənmədiyi halda. Müvafiq dövlət orqanına müraciət etmək lazımdır. Yəni əlbəttə ki, belə deyək, icra məmurları da hər belə deyək, bütün zəhlərə cavab vermək ixtidarında olmaya da bilirlər. Çünki onlar da işlərindən məşğul olurlar. Bir də görürsünüz ki, hansısa bir sahəyə göndərirlər, onlar cavab verməyə bilərlər. Lakin yəni mütəmadi əlaqə saxlamaq və əgər cavab verməzlərsə, o zaman müvafiq dövlət orqanına müraciət edə bilərlər. Deyək ki, qaynatamın evini satışa qoyublar. Evdə deyir, mənim uşaqlarıma pay düşürmü ümumiyyətlə? İkisi də orada qeydiyyatdadır. Beləcə də yazıb və qeydiyyatda olan şəxslər satışa qoyublarsa necə olacaq? Yəni pay düşmək məsələsini soruşur. Qaynatamın evini satışa qoyublar. Mənim uşaqlarıma oradan pay düşürmü? İkisi də o evdə qeydiyyatdadır. Soruşan desə belə başa düşüm ki, ya gəlindir, ya da kürəkəndir, belə ehtimal. Yəni bunu bilməyimiz çox vacibdir. Yəni, yazan adamın belə deyək, biraz dəqiqləşdirsə daha yaxşı olar. Çünki həm də burada bir digər məsələ də var ki, şəxslər qeydiyyatdadırsa onların razılığı olmadan da ev satıla bilməz. Yox, mülkiyyətçi belə deyək, sata bilər. Yəni onlar qeydiyyatdan çıxartdığı halda, yox? Çünki notarius tələb eləyir adətən ki, kim qeydiyyatdadırsa onların razılığı olsun. Əvvəl elə idi, lakin indi qeydiyyatda olan şəxsdən razı olmadan da sata bilər. Baxır kimdən gedir, kimin qeydiyyatından gedir o söhbət. Nəvələrdirsə, yəni bilmək istəyirəm, kürəkəndir yazan yoxsa gəlindir. Bu məsələ var. Digər suallar da var. Deməli, deyir mən vərəsə, digər vərəsənin xeyrinə mirasdan imtina edə bilərmi? Bu hal ümumiyyətlə necə izah olunur? Yəni şəxs digər vərəsənin xeyrinə necə imtina eləyir? Bəli, belə imtina edə bilər. Tutaq ki, iki bacıdırsa, mən öz payımdan, mən öz payımın bacıma keçməsinə etiraz eləmirəm. Etiraz eləmirəm, yəni özümə düşən hissəni bacıma verilməsindən razılıq verirəm. Yəni imtina bax budur. Mənim deyir, qeyri-yaşayış obyektim evli olan bacıma bağışlamışam. Bacım da deyir, dünyasını dəyişib. Həmin bağışlanan əmlakın vərəsəlik hüquqları yalnız övladlarına, yoxsa həm övlad və həm həyat yoldaşına keçir? Həyat yoldaşına və övladlarına keçir. Burada əmlak, burada nüans çox önəmlidir, düzdürmü həm də? Çünki bağışlanma bacısına bağışlayıb. Amma bildiyim qədər burada Konstitusiya Məhkəməsinin səhv eləmirəmsə plenum qərarı var ki, məhz bacıya mı yoxsa bacısından həm də ailəsi də nəzərdə tutulmaq məsələsi var. Burada belə deyək də, əgər artıq o əmlak bacısına məxsusdur, bağışlanma ilə bacısına keçir. Əgər mübahisələndirilməyibsə də bağışlanma müqaviləsi, artıq həmin şəxsə aid sayılır bu əmlak. Həmin məsələdə də, yəni vərəsəlik qaydasında təbii ki, ər də vərəsə sayılır. Aydındır. Bir digər sual var. Dostum deyir, 42 min iş görmək niyyəti ilə pul alıb,
digər şəxsdən müqaviləsiz. Adam polisə şikayət edib və ölkədən çıxışına məhdudiyyət qoyulub. Borc müqaviləsi bağlamağa hazırdır, amma qarşı tərəf bunun üçün borc məbləğinin yarısını tələb eləyir. Ölkədən çıxış məhdudiyyətini necə götürə bilər? Bu halda belə deyək, əgər ödəniş olmasa, məhdudiyyətin götürülməsi biraz çətin məsələdir. Çətin məsələdir. Çünki burada yəni belə deyək, məhdudiyyət məsələsi çox önəmlidir. Adətən borcu götürürlər və ölkə ərazisini tərk edirlər. Bu zaman borcun ödənilməsinə bağlı müvafiq problemlər yaşanır. Bu problemlərin yaşanmaması məqsədilə də məhdudiyyətlər tətbiq olunur. Bir digər sual var. Yeri gəlmişkən sizin də suallarınız varsa ünvanlaya bilərsiniz. Deyir, keçmiş gəlin qaynata evinə qeydiyyatdadır. Məhkəmə yaşamaq hüququ verib. Yəni istifadə hüququ. Amma yaşamır. Qeydiyyatdan çıxara bilərlərmi? Belə başa düşdüm sualı. Yəni uzun müddət əgər istifadə etmirsə, qeydiyyatdan çıxır. Özü məhkəmə istifadə hüququ verib şəxsə. Bəli. Onu yəni çıxarda bilərlərmi? Kimsə gəlib, amma deyir yaşamır orada iş burasındadır. Burada məsələ belədir ki, mülkiyyətçi burada kompensasiyanın məbləğini özü təyin etməklə, bəli, onun istifadə hüququna xitam verilməsini Qeydiyyatdan çıxarda bilər, hə? Digər sual da var dinləyicilərimizdən. Ümumiyyətlə deyir, qeydiyyatda olanı necə çıxartmaq olar? Bax, belə bir qeydiyyatda olan şəxslərin çıxarılması məsələsi yalnız məhkəmənin qərarının həyata keçirilir. Yəni biz nə edirik? Gedirik, məhkəməyə müraciət Bəli, edirik. məhkəməyə müraciət edirik, məhkəmə qaydasında bu məsələ həll olunur. Baxın, deyək ki, misal üçün mənim evimdə qeydiyyatda olan şəxslər var. Bəli. Bəzən vəkillər də prosedurun o qədər içərisində olurlar ki, onlar düşünürlər ki, dinləyicilərimiz də artıq o məsələləri bilmiş olarlar. Amma tutaq ki, misal üçün mənim evimdə qeydiyyatda var. İlk işim nə olmalıdır? Hansı məhkəməyə müraciət edirəm? Nə formada yazıram ərizəni və yaxud ümumiyyətlə ərizə yazmalıyam? Necə olmalıdır prosedur? Bəli, burada məsələ nədən ibarətdir? Burada əsas odur ki, cavabdeh şəxslərin qeydiyyatda olduğu yerin məhkəməsinə, rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət olunur. Həmin şəxslərin çıxarılmasına bağlı həqiqətən də sorğu verilir. Daxili İşlər Nazirliyinin qeydiyyat şöbəsindən kağız alınır. Həqiqətən də qeydiyyatlar ora varsa müraciət olunur. Bəli. Və onların qeydiyyatdan çıxarılmasına məsələ məhkəmə qaydasında, mülki məsələ qaydasında baxılır. Aydındır. Digər bir dinləyicimizdən gələn sual belədir ki, deməli, deyir ki, 2 il yarımdan sonra bələdiyyə tərəfindən mənə pay torpağına dair borc olduğu bildirilib və üstünə də faiz gəlib. Mən nə etməliyəm? Adama 2 il yarımdan sonra deyilib ki, sənə borc var, hələ üzərinə də bir faiz gəlib. Şəxsə də heç bir məlumat verilməyib və mən deyir, nə edə bilərəm bununla bağlı? Çox maraqlı bir sualdır. Burada yəni bələdiyyədən nə ilə bağlı borc gələ bilər? Yəqin ki, torpağa nə bilim indi pay torpağına dair borc yazıb. Yəni, deyir ki, mənə deyir pay torpağına dair borc olduğu bildirilib və üstünə də deyir faiz gəlib. Belə olan halda nə edə bilər? Bu məsələ ilə bağlı yaxşı olardı ki, sənədlərlə tanış olaq və bu baxılandan sonra mən cavab verə bilərdim bu suala. Aydındır. Çünki belə indiki halda indi bir digər məsələ də var ki, indi o sənəd məsələsində də təbii ki, detallar var. Düzdür mü? Məsələn, indi o pay torpaq dediyimizin sənədi nə yerdədir? Burada mən, yəni maraqlı sualdır. Yəni yenə də nəsə aydınlaşmayan bir məsələ var. Mən yaxşı olardı ki, bunu dərindən tanış olardım. Bir maraqlı sual daha var. Deyir ki, əgər qadın ərini eşitmir və boşanırsa, ona aliment düşürmü? Qadına aliment düşmür, uşağa aliment düşür. Birinci buradan başlayaq. Bəli. İkinci bir tərəfdən deyək ki, misal üçün şəxs ərini eşidib eşitməmə məsələsinin aliment aidiyyəti varmı? Xeyr, yoxdur. Onun aidiyyəti yoxdur. Aidiyyəti yoxdur. Yəni boşanırsa, yəni heç kimi də kimləsə məcburi evli saxlamaq deyə qanunvericidə belə bir şey nəzərdə tutulmayıb. Aydındır. Digər suallar var. Deyir ki, atam evinin kupçası, qardaşım və mənim adımdadır atam evinin kupçası. Mən ailə qurmuşam. Oradan mənə pay düşürmü? Bəli. Yəni onsuz da siz orada bir sahibliyiniz var, düzdürmü? Əgər hər ikisində sizin adınız qeyd olunur və qardaşınızın adı varsa, burada bir paylı mülkiyyət sayılır, hə? Bəli. Yəni hər ikisindən hesab olunur. Digər sual var. Deməli, gəlindir yazan ev məhkəmə ilə satışa qoyulub. Məhkəmə ilə satışa qoyulub. Və qaynanamın əlindən uşaqlara da yaşamaq hüququ düşürmü? Qaynananın əli ilə belə başa düşdüm ki, ev məhkəmə ilə satışa qoyulub, uşaqların yaşama hüququ varmı, düşürmü? Ümumiyyətlə uşaqlara nəsə az əvvəlki o uşaqlarının qeydiyyatda olduğunu deyən gəlindi. Yəni uşaqlar o evdə qeydiyyatdadırlar və ev məhkəmə ilə satışa qoyulub. Bax, bu barədə soruşur. Burada uşaqlardan vacib əsas odur ki, əgər xanımın həyat yoldaşı da həmən yerdə qeydiyyatdadırsa, təbii ki, atasına pay düşürsə, həmən paydan uşaqlara da pay veriləcəkdir. Həm də ev satışa qoyulubsa, mülkiyyətçi belə başa düşdü ki, qaynanadır.
Bilməm indi bax bunun tərəfləri bilmək lazımdır. Yenə də burada sənədlərlə tanış olmadan, yəni qəti şəkildə cavab verilməsi biraz çətinləşdirir məsələni. Deyir, icraçını hansı orqana şikayət edə bilərəm? Baş icra şöbəsinə. Bu da Ədliyyə Nazirliyinin tabeliyində olan qurumdur, hə? Deməli, bir dinləyicimiz yazıb ki, Mingəçevir məhkəməsi mənim xeyrimə bir nəfərdən 1000 manat təzminat qərarı çıxarıb. Həmin şəxs Mingəçevirdə qeydiyyatda olsa da Bakıda yaşayır. 7 ildir ki, ödənişi tam ödəməkdən boyun qaçırır. Mən Bakıda qeydiyyatdayam. Həmin şəxsi qeydiyyatda olduğum rayon məhkəməsinə müraciət edə bilərəmmi? Ümumiyyətlə, məhkəməyə müraciət hüququm varmı? Bəli, məhkəməyə müraciət etmək hüququ var, lakin cavabdehin, yəni qanunverici birbaşa göstəriş verir ki, cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməlidir. Yəni o şəxs Mingəçevirdə qeydiyyatdadırsa, Mingəçevirin məhkəməsinə müraciət. Amma şəxs indi Bakıda yaşayırsa onu necə edəcək? Bakıda yaşayırsa, Bakıda yaşaması ilə bağlı yəni də sənədlər əldə olunmalıdır. Aydındır. Faktiki yaşadığı yer üzrə. Dinləyicimiz deyir ki, deməli bir mübahisə olub, şəxs zədə alıb, dinləyicimizin xanımı, belə anladım ki, özü də bellə, yəni biz rus lapatka deyir, o bellə ona zədə yetiriblər. İndi işin gedişatından narazıdır. Deyir ki, təhqiqatçı işimizi düzgün aparmır. Belə olan halda mən nə edə bilərəm? Yəni hara müraciət edə bilərəm onun işinin aparmağından narazıyamsa? Təhqiqat, belə deyək, təhqiqatçı işi 10 gün müddətində araşdırır. Əgər narazıdırsa etiraz edə bilər. Həmən təhqiqatçı etiraz edə bilər. Etiraz edə bilər. Bəs onun deyək ki, hərəkətindən və hərəkətsizliyindən hara şikayət edə bilər? Daxili İşlər orqanlarına mı yoxsa hara? Yəni əgər daxili işlər orqanı təbii ki bu belə deyək xəsarətlə bağlıdırsa burada polis idarəsində araşdırılır bu məsələ. Yuxarı orqana, yəni polisin hərəkətindən yuxarı dövlət orqanı, yəni Daxili İşlər Nazirliyinə müraciət edə bilər. Şikayət formasında, hə? Bəli, edə bilər. Məsələn 102-yə məsələn qaynar xəttə bununla bağlı müraciət edə bilər. Bəli, əlbəttə. Ki məsələn mən işin gedişatından narazıyam və s. Bəli, edə bilər. Aydındır. Qısa bir reklam fasiləsi olacaq indi. Reklamlarımızı dinləyəcəyik. Daha sonra qayıdıb gələcəyik. Sosial şəbəkələrdən yazılan suallar da var. Onların cavablandırmağa çalışacağıq. Qulağınız bizdə olsun. Hələlik qısa bir reklam. Radyo Vəkil proqramını dinləyirsiniz. Sizinlə mən Xəyal Orucoğlu və bugünkü vəkil qonağımız Rühəngiz Quliyevadır. Sizin və bizim suallarımızı cavablandırır. Rühəngiz xanım xüsusən də cinayət sahəsində kifayət qədər ixtisaslaşmış bir vəkillərimizdəndir. Sizin də suallarınız varsa yaza bilərsiniz. Eyni zamanda bizə hal-hazırda sosial media hesabından gələn və mülki məsələlərlə bağlı, ailə münasibətlərlə bağlı və s. bu qəbildən olan suallar da var. Bir dinləyicimiz yazıb ki, deməli 3 nəfərin şifahi vəsiyyəti ilə olunan şahidliyi qanunvericiliklə əmlak bölgüsündə əhəmiyyət daşıyırmı? Bəli, daşıyır. Daşıyır, hə? Bəli. Yəni deyək ki, şəxslərin şifahi vəsiyyətdə olunan şahidliyi var və onu məhkəmə müstəvisində mübahisələndirsələr, bu öz sözünü deyəcək, hə? Deyəcək, bəli. Aydındır. Deməli, dinləyicimiz yazıb ki, az əvvəl o Mingəçevirlə bağlı olan hansı ki, şəxs Mingəçevirdə təzminat ödəməklə bağlı məhkəmə qərarı çıxardıb və daha sonra Bakıda yaşadığı və s. Deyir ki, həmən adam, bu adam deyir, axtarışdadır və Mingəçevirdə də yoxdur. Yəni, məhkəmə onu tapıb gətirə bilmir ki, həmin o pulu geri alsın. Maraqlı məsələdir. Belə olmalı halda nə edə bilər? Yəni burada da müvafiq dövlət orqanları yenə də məlumatı olmalıdır. Həmin şəxslə bağlı yəqin ki, icra məmuru axtarışla bağlı polis idarəsinə müraciət edir. Yəni bizim özüm şəxsən mənim icraatımda olubdu belə bir iş. Yəni şəxs özü məşhur stilistlərdən biri idi və borcu var idi. Mən də qarşı tərəfin vəkili idim, iddiaçı tərəfin. Və şəxsi də axtarıb tapmaq mümkün değildi. İcra məmuru belə olan halda icraatı dayandırmışdı və müvafiq sənədləri polis idarəsinə təqdim etmişdi. Həmin şəxsin axtarışı həyata keçirilirdi. Yəni aydındır. Deyir ki, qaynatam sağ olanda evi oğluna bağışlayıb, digər övladlara pay düşəcəkmi? Belə olan halda adətən düşmür. Yəni mən bir vəkil olaraq belə deyim. Burada İşin praktikalı. Bəli, praktikalı belədir. Ola bilər ki, belə deyək, mübahisələndirmək istəyirlər. Yəni buna da etiraz etmirəm, amma adətən xeyr. Adətən düşmür. Aha. Aydındır. Digər bir sual var dinləyicilərimizdən gələn. Deyir ki, dinləyicimiz yazıb ki, yoldaşım deyir axtarışa verilib. 1210 manat borcu var. Gələndə tədbir görülə bilərmi? Yəqin ki, alimentlə bağlıdır, hə? Bəli, görülə bilər. Digər bir sual var, deyir, işlədiyim müəssisənin yataqxanasında 80-ci ildən bugünə qədər yataqxana qeydiyyatındayam. Bina şirkət tərəfindən sökülüb. Mənə kompensasiya ya da ev verməkdən imtina edir.
mənim heç bir əmlakım yoxdur, mən nə edə bilərəm? Şəxs yataqxananın qeydiyyatında olub, indi həmin o yataqxana hansısa bir şirkət tərəfindən alınıb sökülür. Belə olan halda şəxsi nə gözləyir? Yəni yenə də məsləhət görərdim ki, burada sənədlərlə tanış olaq. Yəni sənədlərlə tanış olandan sonra mən bu sualı deyə bilərsən, cavab verə bilərsiniz. Və ümumiyyətlə şəxsin məhkəmədə iddia qaldırmaq imkanı varmı ümumiyyətlə belə bir? Yəni belə deyək, heç konstitusiyada eyni zamanda qanunverici də nəzərdə tutur ki, hər kəsin belə deyək, şikayət etmə hüququ vardır. Yəni burada nəzərdə tutulmur ki, şikayət etməyə bilər. Amma bunun nəticə verib verməyəcəyindən gedir söhbət. Bu halda da biz adətən sənədlərə baxıb belə deyək, qərar verə bilirik. Ki, hə, yəni bunun perspektivi var, yoxsa yoxdur, hə? Aydındır. 2012-2013-cü ildə deyir, qonşu qadın ticarətini deyir, inkişaf etdirmək üçün məndən $50.000 pul alıb. Bir hissəsini deyir aldım. Ancaq $25.000 qaldı və vermədi. Bugünə qədər də tələb etsəm də vermir. Sənədsiz versəm də 4 nəfər şəxsin yanında həmin məbləğin borclu olduğunu boynuna aldı. Nə edə bilərəm? Yəni bununla bağlı məhkəmə qətnaməsi varmı və yaxud da ki... Biz belə başa düşürəm ki, məhkəməyə gəlib çıxmayıb iş. Yəni sadəcə şəxslər... Əgər, çünki həmin şəxs isnad edir ki, 4 nəfərin yanında 4 nəfərin şahidliyi də təsdiq etdi. Belə olan halda mən düşünürəm ki, məhkəmə qətnaməsi var bununla bağlı. Deyək ki, misal üçün, məsələn, məhkəmə qətnaməsi yoxdur. Ya sadəcə olaraq şəxs 4 nəfər, 5 nəfər belə oturub, mübahisə yaranıb, pulu qaytarmaqla bağlı. 4 nəfər də deyib ki, hə, onların yanında deyib ki, mən filan kəsdən bu qədər borc almışam, boynumu alıram, amma qaytarmıram və ya pulum yoxdur və s. Belə olan halda işi, bax, bu müddətdən, yəni artıq üzərindən gör neçə il keçib, haradasa bir 13 il, bax, 14 il vaxt keçib, 2012-2013-cü illərdə olub. Yenidən məhkəməyə müraciət edib mübahisələndirə bilərmi? Yəni belə deyil. Həmin şəxslərin də şahidliyindən istifadə eləməklə. Həmin şəxslərin hal-hazırda həqiqətən də şahidlik edib etməməsi çox vacib amillərdən biridir. Biraz yəni müddətə görə mən düşünürəm ki, müddət çox keçibdir burada. Çox uzun vaxt keçib, deyirsiniz. Bəli. 14 il, 15 ilə yaxın vaxt keçib. Bəli. Deyək ki, pulu səhv atan şəxs tapılır ki, kimə səhv atıb, amma 4 aydır deyir, səhv atıblar, polisə də müraciət veriblər. Nə edə bilərik? Kiməsə pulu səhv atıblar və kimisə kartına gedib, indi də axtarırlar, tapa bilirlər. Bu da biraz çətin məsələlərimizdən də. Mən bayaq qeyd etdim ki, yəni bu dələduzluq cinayətlərinə bağlı məsələlər sosial şəbəkələr üzərindən daha çox çoxalmağa başlayıb da. Yəni belə də görünür ki, burada şanssızlıq məsələsi var. Yəni şəxs həqiqətən də həmin dələduzlardan pul həmin dələduzlardan... Ya da bəlkə məsələn sadəcə səhvən atıbsa, mən bildiyim qədər bankın orada bir öhdəliyi var ki, məxfiliyi qorusun, bu ayda məsələdir. Bir digər tərəfindən yaxşı halda deyək ki, sorğu verə bilər. O da indi qalıb həmin şəxsin öz vicdanına ki, onu qaytaracaq, yoxsa yox. Bəli. İndi çox maraqlı məsələdir ki, sizdəki hansı variantdır bunun, hansı formasında olub. Digər suallar da var dinləyicilərimizdən. Deməli, dinləyicimiz soruşur ki, qərardat həm də qərardan bir ərizə ilə dövlət hesabına vəkil istəyə bilərəm. Bəli, əvvəllər belə deyək, qanunvericilikdə nəzərə tutulmamışdı mülki məsələlərlə bağlı vəkillərin ayrılması. İndi hal-hazırda qanunvericilikdə, yəni mülki prosessual məcəllədə dəyişiklik olunduqdan sonra artıq belə deyək, mülki məsələlərlə də bağlı dövlət hesabına müdafiəçinin hüquqi yardımından istifadə edə bilərlər. Yəni mümkündür, hə? Bəli, mümkündür. Adətən daha əvvəl cinayət və s. bu kimi məsələlərdə... Bəli, hal-hazırda istifadə edə bilərlər. Hal-hazırda istifadə edə bilərlər. Deməli, digər bir sual var dinləyicimizdən gələn. Deyir ki, deməli, mən sualın əvvəlini... yoldaşım deyir, rəhmətə gedib və deməli, yoldaşım rəhmətə gedib, qaynana bizi qovdu. İndi özü də vəfat edib. Qaynım bizə ev vermir. Baxmayaraq ki, biz həmin evdə qeydiyyatdayıq. Belə olan halda, məsələn, şəxs nə edə bilər? Bu da yenə mücərrət bir sualdır əslində. Çünki biz burada belə deyək, suallar evin sahibi kimdir? Bəli, mütləq şəkildə suallar doğuran məsələdir. Bu yaxşı olar ki, ətraflı yazsınlar və yaxud da ki, bizim radioda olan nömrəmizdən istifadə etsinlər, vəkillə əlaqə saxlasınlar, yaxınlaşsınlar, sənədləri təqdim etsinlər. Nə lazım olsa biz də köməklik edək. Bir dinləyicimiz yazıb ki, WhatsApp-a yazmışam, niyə oxumadınız? WhatsApp-a gələn bütün sualları oxumuşam. Siz nə yazmışsınız? Zəhmət olmasa onu bir deyin, görək nə yazmışsınız. Əgər alimentidir, ödəməyib şikayət vermişik, polis onu tutmur.
Neyə bilər? Ola bilsin ki, Bu alimentlə axtarışdadır. bağlı olan məsələ, yəni polisin icraatında olacaq məsələ deyil. Burada yenə də qeyd etdik ki, icra məmuruna bağlı olan məsələdir bu alimentin ödənilməsi. Bu zaman icra məmurunun hərəkətsizliyindən şikayət edə bilər. Bu zaman da qeyd etdik bayaqki məsələmizdə, mövzudumuzda ki, buradan da öz həmən rayonun icra və probasiya idarəsinin rəisinə, bu mümkün olmadıqda baş idarəyə, bu da mümkün olmadıqda inzibati orqana müraciət edə bilər. Bayaq bir sualı qeyd etdiniz ki, mən qeyd edəcəm, hansı ki, belə deyək, mülkiyyətlə bağlı ərindən evin pulunu almışdı. Bəli. Xanım, o sual mənim üçün maraqlı gəlmişdi. Mən qeyd etmək istəyirəm həmən xanıma ki, əgər həmən pulu alınması gerçəkdən də təsdiqlənibsə, xanım həmən pulu alıbsa və bunu da öz imzası ilə, tutaq ki, notariusdan müvafiq sazişlə təsdiqləyibsə, artıq bunun yenidən müraciət etmə hüququ məhdudlaşdırılır. Yox, hansı halda müraciət edə bilər? Yəni, belə deyək, məhdudlaşdırmanın arxasınca bu sözü xüsusi olaraq vurğulayıram ki, əgər pulu götürdüyü öhdəliyi tam icra etməyibsə və yaxud da belə də imtina edibsə, bu halda yenidən həmən müqavilənin etibarsızlığını qoyub mübahisələndirə bilər. Mübahisələndirə bilər. Çox sağ olun Rəngiz xanım, gəldiniz, suallarımızı cavablandırdınız. Minnətdarıq, artıq saat 7 tamamdır. Bir saatı. Çox xoş oldu mənim həqiqətən də sizlə bu vaxtı keçirtmək mənim üçün çox xoş oldu. Təşəkkür edirik sizə. Rəngiz Quliyeva bugün bizim vəkil qonağımız idi. Həftəni yekunlaşdırırıq və əlbəttə ki, növbəti həftədə inşallah yenidən çalışacağıq ki, burada olaq həftənin ilk günündə başlayaraq ta 5-ci günə kimi və siz də suallarınızı bizə ünvanlaya bilərsiniz. Hər gün fərqli mövzuları müəyyənləşdiririk, fərqli məsələləri müzakirə edirik və maariflənməyə çalışırıq. Təki maariflənək hər birimiz. Radio Vəkildə sizinlə mən Xəyal Orucoğlu idi. Vəkil qonağımız Rəngiz Quliyeva idi. Eşidilmək ümidi ilə hələlik.